Qızlar, yenə alış-veriş eləmişəm. Ancaq mətbəx əşyaları almışam. Məndə bunun qırmızı rəngi var. Qırmızı rəng olduğu üçün bəyənmirdim. Həmişə axtarırdım ya qara, ya ağ rəngdə. Amma qarasını tapdım. Bu bilirsiniz də, xəmir yoğurmaq üçün belə silikondur. Sonra bu hamısı əslində hər şeydən var da məndə. Hətta bunun çəhrayı rəngi də olub məndə. Və belə bir ələk aldım. 16 manatdır bu. Prosta bu çox qəşəng keyfiyyətdədir. Məndə var biri. Yəni onu da kiməsə verərəm. Devam. Sadəcə olaraq çox bəyəndim görünüşü falan. Ona görə aldım. Sonra belə bir mətbəx üçün şotka almışam. 2 ədəd stol üstü dəsmal. Şam yandırmaq üçün 2 rəngdə götürdüm. Sonra bir də belə ələklər aldım qara rəngdə. Meyvəni falan yumağa. Sonra belə buzqabı. Bu da qara rəngdə olduğu üçün almışam. Mavi rənglərdə də var məndə. Sonra bunu da belə mətbəx soyuducu üçün almışam. Və bir də belə fırlanan. Və əsas saxlama qabı, hansı ki bunlar da baxın bəpa olduğu üçün bunlar yəni bir dəqiqə göstərim. Bu zərərsiz plastikdir. Qidaya təmasda zərər vermir qidaya, yəni keyfiyyətli plastikdir. Bundan da nə bilim neçə ədəddir, bilmirəm heç. Çoxdur. Bir də bunu aldım qızlar. Nə qədər pul vermişəm xatırlamıram. Səhv etmirəmsə bir 55 manat falan vermişəm. Baxın, mən necə ağıllı qızam. Hamısını yudum. Ürəyim partlayar da. Mən heç vaxt belə bir şey istifadə edə bilmirəm. Hardasa bəzi geyimləri istifadə edə bilərəm. Amma qab-qacaqdırsa, xüsusən də bunları yumalıyam. Yeməm Toşanım. Çox toşum. Gidəcəksən Allah'a mənə. Qızlar Mərvanı dalıycan getdim, çıxartdım onu dərsdən birbaşa əlini dəyişdik, gəldik. Valla ikimiz də acı. Mən bunun hamısını əlbəttə yiyən deyiləm. Bu yarısı Mərvanın. Mərvan bir bunu istədi. Bir yayla yedi. Mərvan mərci. Dördüstən ama mən istədiklərimi aldım. Ye. Mən istəyirəm ki, sən olsa ziyib qurtarasan. Deməli Minnesota'ya qızlar. Belə qəşən pozanlar var. Uşaqlar bunu görmüşsə Hə, Mərvayda ondan almışam bir dənə. İndi Mərvanın yemək qapısı yox idi, bunu aldım. Qırılmışdı daha doğrusu. Bir də belə qəşən pozanlar var. Şirin daha götür getdik. Qızlar, deməli yeni əşyalar almışam, yeni geyimlər, nə bilim nə var uşaq yadımdan da çıxıb. Bunu da bayaqlar yemək yedik. Yeməyin yarısını qoymuşam bura. Biraz buna aparıb qaytarıram. Bir damcı iyi keçib. Ona görə də astım ki, havalansın. Keyf elirsən orada? Qızlar, mən təzə açılan bu mağazadan o qədər alış-veriş edirəm. Çox bəyənirəm oranın əşyalarını. Çoxlu qəşəng şeylər almışam. İndi sizlərə göstərəcəm. Qızlar, salam, necəsiz? Çox istəyirəm ki, belə rahat sizlərlə danışım. Amma o qədər videolar var ki, mən onları çatdırmalıyam da. Dəhşət çəkiləcək videolar var, çoxlu əşyalar olduğu üçün. Və mən çalışıram ki, necə deyim sizə, istəyirəm ki, rahat bütün əşyalı, bütün çəkiləcək videoları hamısını çəkim, əşyalarımı yerbəyer edim ki, mənim üstümdən bu yük götürülsün və mən rahat videolarımı çəkim, daha rahat danışım, daha məsəl üçün videoları daha keyfiyyətli çəkim, elə ancaq aldığım məhsulları üstdən çəkirəm, elə istəmirəm olsun. Amma bu aralar məcburam elə çəkməyə. Bu videolarım əgər yaxşı çıxmasa, üzürlü sayın. Sadəcə olaraq istəyirəm YouTube-a qayıdım və bu yeni əşyaları da sizlərə göstərmək istəyirəm. Nəysə ki, qızlar, Zekalif mağazasından bayaq sizlərə göstərdim, nələr almışam. Ev əşyalarıdır. Mən elə bilirdim ki, yeni evə köçsəm artıq heç də ehtiyacım yoxdur düşünürdüm. Belə bir sarımsaq əzən çox qəşəng keyfiyyətdədir. Bu arada hətta bu da çıxır. Rahat sarımsağın qabıqlarını çıxartmaq olar. Qəşəng keyfiyyətdədir əsas odur. Qalındır. Aha. Bunun mən kartof
Kartof soğan, qabıq soyan. Belə bir növünü də almışam. Daha sonra istiot üydən. Mən hətta birini almışdım 40 manata. Evimiz mağazasından almışdım. Elə o xarab imişsə, eləyirəm, fırlatmırdı, çıxartmırdı. Heyf də, yəni o qiymət, o qədər pul vermişəm ona. Amma bu daha çox qəşəngdir, estetik görünüşü çox bəyəndim. Mən bilməm sizə göstərmişəm yoxsa yox. Mən Cekalev mağazasından bir ramaşka dəsti var. Onu almışdım və onun çox belə xarici blogerlərdə görmüşdüm. Çaşkasının nəlbəkisini. Deməli, yox idi o çaşka nəlbəki. Sonra bir ara gəldi və gəldiyi gündə bitdi. Və bitdiyi üçün də mən oturub az qala ağlayırdım. Hətta telefonla dedim ki, bəs mən pulu göndərirəm, qoyun kənara falan, nəsə alınmadı. Sonra bir dəfə yenə də gəldi və gəldiyi kimi yenə də bitdi. Sağ olsun, satıcı mənim üçün qoymuşdu kənara. Mən durub ona görə basa-basa getmişdim həmin o mağazaya. Bundan da o qədər xoşum gəlir. Hərəsindən bir ədəd götürdüm, amma bundan 2 ədəd götürdüm. Və nəlbəkisi də var. Baxın, belə. Təsəvvür edin də günlər bunda qəşəng çay içir, kapuçino eləyirəm. Of! Ev üçün ətir qoxusu. İncidən iyi gəlir də, yəni bu nədir belə dəhşət. Görürsən qalıcılığı nə qədərdir. Bunu mağazada ilib almışdım, ən qəşəngi buydu. Bir belə şam aldım, deyəsən 2 manat idi bunun qiyməti. Bunun bir dənə görünüşünə baxanda necə gözəl görsənir. İyi də ki, nə bilim, sabun iyi gəlir. Amma mən görünüşünü çox bəyəndim. Bir də qızım üçün, Mərbam üçün saç rezini. Sizcə burada nə olar? Buna baxın da qızlar, o qədər vloglar çəkəcəm sizlər üçün. Baxıb dincələcəksiniz. Bir də belə bir səbət almışam. Doğrama taxtası böyük ölçüdə. Belə qızlar. Bir də belə uzaqdan göstərirəm sizlər üçün. İndi mən bir dənə bunları belə yerbəyer eləyim. Sonra da bir dənə qəşəng çay. Və ondan sonra çəkəcəyim o qədər videolar var. Qəşəng videolar çəkəcəm. Ay da yenə də tozlanıb. Yəni bunları qaldı yumaq. Burada da biraz qabım falan var. Elə onlar qarışıq yarım, amma bunu yox. Bunun arasını yuyum. New Yorker'dən çox bəyəndiyim bir pijama dəsti var idi. Onu aldım. Bir-iki rəngi var idi. Bir belə, bir çəhrayı, biraz korичневый tərzdə, amma risunkaları fərqli idi. Mən daha çox bunu bəyəndim. Ölçü olaraq XL-dir. Amma M ölçü kimi gedir. Baxmayaraq ki, XL-dir, balaca ölçülərdəndir. Qiymət 37 manat və ayaq hissəsi belədir. Çox gözəl materialı var. Və koftaçkası da S ölçüdür. Çox bəyəndim də mən bunu. Həm də yaraşdı mənə. Oxşar belə bir düzdür, rənglərdə fərq var. Amma nəsə biraz oxşatdım. Dedim əlavə olaraq. Bu da endirimdə idi 12 manata. Bu şortika da aldım. Qızlar, evə gəlmişəm. Qəşəng çay dəmlədim özümə. Instagram üçün bir dənə də reels çəkdim. Və yeni aldığım əşyaları da sizlərə indi göstərəcəm. Gutenberg'dən həmişəki aldığım kafelər üçün sirobum. Bundan 2-3 dəfə almışam. Xoşuma gəlir. Ice siropdur. İrisli siropdur. Yatrisdən. Belə bir daraq aldım. Klatka üçün almışam. Qəşəng daraqdır.
Saçımı yolmur. Bilirəm. Neçə almışam desən 10 manat idi. Ayaq üçün belə lak, ağ lak. Və bir də qızlar Olle'nin termoqoruyucu spreyi, saçı istidən qoruyan spreyi. Çox xoşum gəlir bundan. Artıq ikinci dəfədir ki alıram. Siz düşünürəm ki bir çox firmadan istifadə eləmişəm. Ancaq razı qaldığım bu oldu. Niyə? Bunda elə bir ki sürüşmə effekti verir. Adi yerə tökülsün, yerə spreyi saça püskürdəndə yerə də dağılır, yerə də hopur deyə. Yer sürüşkən olur. Və əlimi də vuranda saçım belə sürüşkən olur, axır. Və bu o deməkdir ki, saçı qoruyur, istidən qoruyur. Ona görə mən bundan istifadə eləyəndən sonra saçımda yanma demək olar ki, çox azalıb. Qiyməti 13 yoxsa 15 bilmirəm, tam yadımda deyil. Və bədən üçün kisə. Mən dərimə kisə vurmayanda özümü çox qəribə hiss edirəm. Kisə məni sakitləşdirir, rahatladır. New York'dan həmişə almaq istəyirəm, amma şəhərdə tapa bilmirdim. Amma indi yayılıb. Sadəcə olaraq istədiyim rənglər yoxdur. Çəhrayı, mavi və belə rənglərdir. New York'dan və New York'dan bir dənə cins şalvar aldım. Deməli qızlar, keçən ildən bəri koriçnov rəngdə özümə cins şalvar axtarıram. Amma tapa bilmirəm. Heç bir mağazalarda yoxdur. Məndə belə bir şey var. Bilmirəm bu məndə nə hissdirsə. Mən həmişə bir şey istəyəndə o olmur. O satışda olmur. Onu o qədər istəyirəm ki, və neçənci dəfədir ki, artıq görürəm ki, mən bu şeyi istəyirəm. Yeni sezonda artıq o dəbə minir. Bütün mağazalarda, Zara'da, Stradivarius'da, Bershka'da, hər yerdə baxın belə koriçnov rəngdə şalvarlar yaman dəbdədir. Hətta dəhşət yayılıb belə koriçnov rəng. Bu da belə rəsmi çox qəşəng koriçnov idi. Qiyməti də budur 70 manat. S ölçü, oversize kimi qalır. Qızlar, çayım soyuyur. Gedim çayımı da içim. Bunu niyə buradan asmışam? Çünki balkon da doludur paltarlarla. Və burada da çayım hazırdır. Maşankaya yenə də paltar atmalıyam. Tündləşdim. Çox açıq da çay sevmirəm. Çox tünd çay da sevmirəm. Amma bu belə çox da tünd deyil. Nəylə içim bunu? Əslində çay istəmirdim, amma deyirəm içim də bekarçılıqdan. Sizi indi birazdan bir yerə qoyub videomun davamını gətirəcəm. Əynimi də soyunmalıyam. Mən bu şalvarımdan çox xoşum gəlir. Stradivarius'da bunu 2 ilmi, 3 ilmi bundan öncə almışam. O qədər rahatdır, o qədər gözəl material, qəşəng cinsdir. Mənim üçün cins gərək keyfiyyətli olmalıdır. Qızlar, təzə şalvarımı geyindim. Çox xoşuma gəldi, qəşəngdir, fərqli belə rəngdir. Arxası da belə qalır. Arxadan çox qəşəng, çox sadə və rahat. Belə bir kurtkam var. Mən bunu çoxdan almışam. Zara'dan almışdım bunu. Bu neçə XS-dir. Onda arğıydım. Amma indi geyinirəm, yenə də olur əynimə. Sadəcə biraz dar kimidir. Tam da rahat deyil, amma geyinə bilərəm. Mən bunu alanda hicabdaydım onda. Qızlar, mən Bershka'dayam. Yeni geyimlər gəlir, yeni sezon geyimləri gəlir. Gözəl şeylər var. Amma heç cür qərar vermirəm artıq ki, nə alam. Çünki hər şeyim də var, amma yenə də göz doymur. Yenə də nəsə istəyirəm. Belə bir kofta, deyəsən qiyməti 40 manatdır bunun. Çəhrayı rəngdə, qəşəngdir, koriçnov ilə qəşəng edir. Amma material da qəşəngdir, nə biləyim, elə görəm o deyil. Sonra belə bir şalvar və bir də belə bir marka. Bunlara bir baxın.
Marka da budur 19 manat. Məncə markanı götürməyə dəyər. Geçən markadır. Qara rəngdə belə bir markam yoxdur. Bunu götürürəm. Həm də qiyməti əladır da, yəni 19 manata. Çox qəşəng keyfiyyəti də var. Bunu götürürəm. Burada belə bir şal var da, sport şal var. Amma belə biraz qəribə qalır sanki modeli. Ciblər lap qabaqdadır. Arxadan da turşu pis deyil. Belə onunla pis qalmadı. Amma bilmirəm, götürməyə dəyər, yoxsa yox. Qızlar Stradivarius'da. Ona baxın, necə gözəldir. Mənə ümumiyyətlə belə tüklü, puxlu, muxlu nə varsa yaraşır da. Nə bilim, özümü daha çox belə şarama hiss edirəm, nəinki sadə geyinəndə. Şalvar da buradandır. Neçəyədir şalvar, baxın. 95 manat. Bir də burada bir gözəl dufli gördüm. Bu da 95 manatdır. Necə gözəldir. Amma çıxır da, arxa hissəsi çıxır. Bir də buna baxacağım. Əslində qara rəngdə belə varımdır, bilmirəm. Qızlar Aynurla görüşürəm və ona belə kiçik Arzumdan hədiyyə almışam. Birini özüm almışam. Bunu. Ay yox, bunu. Burada belə sponj. Üçlü sponj. O qədər qəşəngdir. Göz açar, baxar. Orada bilən baxdım. Çox belə keyfiyyətli bir şey oxşadı. Bu sponjlar mütləq ki özüm üçün də alacağım və bir də belə bir palet. Bu rəngi xüsusi seçdim ki, həm qışa uyğundur, həm də Aynur yəqin ki bu rənglərdən istifadə edər. Qara hətta 2 dənədir burada. Aha. Qara liner, üstə yağlıdır. Çox qəşəngdir. Hə, nəysə bu ikisini və bunu da özümə aldım. Bir də bundan da liner, qış linerdir. Mən belə geyindim. Bunları basıb yiyəcəyik. Gülər bunu çəkməyinə çəkir, Allah bilir. Nə vaxt paylaşacağım? Yo, az qaldı qızlar. Oktyabrın ortalarından başlayacağım YouTube'a qayıdış. Böyük Hər qayıdış. dəfə söz verir, sonra eləmir. Yo, az qaldı. Mən indi biz burada sushi yedik, indi gedirik. Mən Aynur görüm alınsa aparıb mən kreslosuna qoyacağam. Oradan da Alındırarıq. evə gedirsən, hə? Aynur'u qoydum probkada. Neçə dəfə ona dedim ki, bax, mən taksi ilə gedirəm. Amma burada elə qızğın, elə maraqlı söhbət. Çox maraqlı. Həqiqətən elə şeylər danışdım. Həyatda heç kimlə danışmadım. Mövzuları. Mən Gülnarla danışdım. Sizi bura qoyum. Mən bugün çox qəşəng istirahət eləmişəm, yatmışam. Gecəni də qəşəng yatmışam. Xüsusən də gecə yatanda çox yaxşı oluram. Sonra günortada yatdım, sonra yeməyi zat bişirdim, evi təmizləmişəm, tərtəmiz qablarımı yumuşam. İndi də yeməyimi yedim, bir dənə qəşəng özümə çay hazırladım. Belə çiyələkli sirok almışam. Çox xoşum gəlir bunlardan, həmişə çayla içirəm. İndi də durub videolar çəkəcəm. Sırf video çəkirəm deyə, əgər ev günümdürsə, çölə çıxmıramsa, amma həmin o günü video çəkirəmsə, artıq saçlarımı yumalıyam. Saçımı keratin eləmişəm. Bilməm sizlərdə də belədir yoxsa, amma çox qızdan eşitmişəm ki, keratindən sonra saçlar yağlanır. Saç da yağlı olanda çirkli görsənir deyə xoşum gəlmir. Məsələn, əvvəl mən saçımı azından bir gündən, hətta 2 günü belə idarə eləyə bilirdim. Amma indi yox. Xüsusən də video çəkəndə istəyirəm ki, saçım belə təzə olsun. İndi də başlayım videolar çəkməyə. Yeni çoxlu əşyalarım var. Onların videolarını çəkməliyəm. Bu videonu da çəkirəm. Baxın, sentyabrın neçəsidir bugün? 28-i. Mən nə vaxt bu YouTube üçün o qədər vloglar çəkmişəm ki, qısaq çəkirəm. Deyirəm, qoy biraz toparlanım, özümə gəlim. Başlayacağım bu videoları da YouTube'a paylaşmağa. Amma bilmirəm nə vaxt.
Yəqin ki, oktyabrın ortasından geri dönüş eləyərəm sizə. Qızlar, çayımı içdim. İndi sənə göstərmək istəyirəm. Deməli, mən Dekalev mağazasından belə bir çaşqalar almışdım. Çaşqa dəstidir. Altılıq idi bunlar. Birini sındırmışam. Bundan 3 ay yox. Bundan sındırmamışam, amma bunlardan 1, 2, 3. Bir dənəsini sındırmışam, hə. Bu keramikada o qədər gözəl materialı var. Amma çox ehtiyatlı davranmaq lazımdır. Tez sınandır. Düzdür, bunu mənim üçün çoxdur. Yəni, hətta yerim belə yoxdur bunları qoymağa. Sadəcə olaraq tez-tez sındığı, belə baxıram ki, yəni mən bunu deyəsən sındıra-sındıra gedəcəm. Yəni, bunu kiməsə də verə bilərdim də bir pay olaraq, məsəl üçün, nəlbəkisinən bir yerdə. Belə baxıram ki, elə sındıracam, qoyaram. İstifadə olunmayan bir yerə qoyaram. İkisini kənara qoyaram. İkisini belə istifadə üçün qoyaram. Qalan üçünü də kənara qoyacam. Əlimin altında bu ikisi qalsın. Baxın, həm çayda, həm kapuçinoda çox qəşəngdir də. Sanki belə bahalı otellərdə olur, belə dəstər. Superdir.